Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Beyləqan rayonunda ölüm hadisəsi qeydə alınan məlumata görə rayonun Eyvazallar kəndinin sakini Elvin Aslanlı ürək çatışmazlığından vəfat edib. Elvin Aslanlı Eyvazallar kənd tam orta məktəbinin 11-ci sinifini bu il bitirib. O, kənd qəbristanlığına dəfn edilib. Faktla bağlı araşdırma aparılır. Allah rəhmət eləsin, yaxınlarının əzlərinə səbir diləyirik. Quba rayonunda 74 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Xəbər verilir ki, hadisə iyunun 10-da axşam saatlarında rayonun Çağırcıq kəndində baş verib. Kənd sakini 1952-ci il təvəllüdlü Əşrəf Baloğlanov yaşadığı evin həyətyanı sahəsindəki yarımfikirli dəmir borunu kəsərkən laqonda ehtiyatsızlıqdan əlindən çıxarıb ayağını doğrayıb. O, ailə üzvləri tərəfindən xəstəxanaya aparılarkən kəskin qan itirməsi nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır. Allah rəhmət eləsin, yaxınların əzlərinə səbir diləyirik.